Sabahları çəkilişimiz var deyə Rəna saçlarını düzləşdiririk. Saçdan qurudu. Həmişəki kimi pantindən götürürük biraz saçın uclarına ki, fenin istisindən qorusun, yanmasın saçı. Hə, bir də orada rəylərdə də gəlib yazırsın, uşağın saçını yandırmayın, hələ uşaqdır falan. Ayda ildə bir dəfə ukladka eləyirik ki, çəkilişə gedəndə saçları düz olsun. Nəcəb susmusan? Mama, Nəcəb. sən bilsən mən bütün dərslərimdə alam 5. Hoppa, oy. Əlim, sizdə məsəl üçün ananız gezməyə gedəndə saçınızı ya bururmu, ya düzləşdirirmi? Yazın. Mama, biz haçan aparacaq nənələrə yemək. Hansı nənələrə? Burada yolu süpürənlərə. Hə, Rəna, bir dənə qonalar şey olsun. İşlərimizdə biraz sakitçilik olsun. Uşaqlar, heç mən yorulmuram bunda. İşə gedirik, məsələn 4 dənə, 5 dənə video çəkirik. Evə müəlliməm gəlir. Sonra gedirəm gimnastikama, yorulmuram. Evə gələn kimi bacımla oynayıram. Yəni mənim çox həvəsim var hərəkət eləməyə. Və hələ bundan da əlavə Rəna susmur. Mama, Nəcəb? az qalıb. Səxin kimi güldüm də. Canım mama, can. Qurban olmayım sənə. Qurban olmayım, tut bunu. Əlbəttə ki, olma, coşa sözü demə. Siz bizə yazın da, məsəl üçün biz gündəlik nə tip videolar çəksək sizə maraqlı olar. Bye bye.